2020-ci ilin ortalarında Renzo Gracie Akademiya Azərbaycan rəsmi fəaliyyətinə başladı. Akademiyamızın əsasının qoyulması rəhbərlik tərəfindən bir görüş keçirilmişdi Renzo Gracie və qardaşı Rolles Gracie ilə. Aralarında razılaşma oldu və Qafqazda ilk olaraq belə böyük rəsmi Jiu-Jitsu Akademiyası yarandı. Bugünkü tarixə qədər akademiyamız bir çox idman növləri ilə bildiyimiz kimi məşhurdur. Burada var akademiyamızın əsası olan Jiu-Jitsu, var MMA, boks, kickboxing, thai boxing, güləş növləri və grappling. Bu növlərin hər birindən demək olar ki, dünya və digər çempionatlarda iştirak edən və yüksək nailiyyətlər əldə edən idmançılarımız olub. 2022-ci ildə 41 nəfərlik komanda ilə dünya çempionatına Renzo Gracie Azərbaycan Jiu-Jitsu komandası yollandı və 36 medallara geri döndük. Bundan başqa MMA idman növü üzrə bir çox idmançılarımız məşhur təşkilatlarda döyüşür hal-hazırda. Renzo Gracie Akademiyasının hər idman növünün ayrılıqda öz vaxtı var. Uşaq qrupları ayrı, böyük qrupları ayrı, qadın qrupları ayrı olduğu üçün maraq daha çoxdur. Akademiya içərisində 2 zalımız var. Bir güləş növlərinə, digəri isə döyüş növləri, yəni zərbə növlərinə ayrılmışdır. Həmçinin soyunma geyinmə otaqlarımız 2 ədəd, biri qadınlar üçün, digər kişilər üçün. Həmçinin saunamız var, həmçinin duş kabinlərimiz. Şəraitimiz yüksək səviyyədədir. Aşağı yaşda 5 yaşdan 6 yaşdan qəbul edirik idmana. 6 yaşdan 10 yaşa qədər bir qrupdur, 10 yaşdan 16 yaşa digər qrupdur və 16 yaşdan yuxarı artıq böyük qrup sayılır.